mən düşünürəm ki, ümumiyyətlə bir filmin IMDb-də 9.3-dür də hal-hazırda səhv eləmirəmsə, 9.3 olmalıdır. O qədər yüksək bir xal alması üçün şey olmalıdır, o müəyyən bir faizdən yuxarı bütün yaş qrupu və fərqli culture-dan, yəni mədəniyyətdən olan insanların onu şey eləməyi lazımdır da, bəyənməyi və yüksək xal verməyi lazımdır ki, yəni o 9 ortalamadan yuxarı gərək sənə bir 100 adam verirsə, hardasa bunun 70 aşağısı 9-10 versin, 9-10 versin. Bu da çətin bir şeydir. Məncə orada insanlar hamısı müəyyən mənada özündən bir parça görürlər və o filmlər. Və o film bəzi şeyləri, belə deyək də, bəzi o necə deyək, klişeləri də yıxdığına görə insanlar onu bəyənirlər. Çünki həm həyatın özündən bir parçadır, həm Joseph Campbell'ın şeyinə də toxunacağam sonra, o Hero's Journey məsələsinə toxunacağam. Bir film bütün hamını razı salmaq əslində çalışanda o film çox bərbad bir film olur. Çalışanda bəli. Hə, çünki məsələn fərqli etnik qrupları əslində razı salmağa çalışıb da elə bil biz bura qaradərili də əlavə edək, onu da əlavə edək, bunu da əlavə edək və s. eləyəndə o film əslində uğursuz olur. Amma Shawshank bunu etməyə çalışmayaraq sadəcə elə bil insanların hiss olaraq məncə özlərindən bir parça görmələrini təmin edərək insanlarda ona səbəb olub. Mən şəxsən də Shawshankda bir də o dediyin şey gözə batmır. Çünki türmə kimi bir yeri çəkirsən deyə normal bir şeydir. Hətta bunu şey eləyəndə gözə girir çox. Olmaması gərəkən yerlərdə eləyəndə, hansısa super qəhrəman qaradərili eləyəndə falan gəlib gözə girir. Amma türmə kimi, nə bilim, ya da başqa bir şey kimi bir yerdə qaradərili də olanda, aziyat da olanda məsələn çox gözə dəymir ona görə. Hətta kitabla film arasında fərqlilik var deyəsən, orada Red personajının, məsələn kitabda deyəsən saçları qırmızı rəngdədir deyə ona deyirlər. Burada kinoda ona biraz elə bir aydınlaşdırma veriblər, axı Morgan Freeman'dır da. Hə, var. Stephen King'in. Ora toxunacağam mən birazdan. Hə. O da kitabdan uyarlamadır. Bəli, bəli. Stephen King'in. Kinoda deyir ki, sənə niyə Red deyirlər? Deyir, bəlkə də İrlandiyalı olduğuma görə məsələn də. O özü də bir əslində necə deyək, easter egg-dir də ki, yəni burada nəyə işarə verməyə çalışırlar ya vermirlər. Filmdə bir dənə bir məsələ var. Red'in niyə görə Red dediyini, amma bu film üzərində baş verən bir şeydir. Kitab üzərində nətərdir onu deyə bilmərəm. Red əslində redemption sözündən gəlir. Shawshank Redemption-ın Red'indən gəlir. Orada redemption dediyimiz proses əslində orada Tim Robbins'in üzərində yox, o Morgan Freeman üzərində baş verir. Qəşəng bir nöqtəyə toxundun. Məncə filmin elə başlayanda təhlilinə elə ilk oradan başlamaq lazımdır ki, filmin adı özündə kino ilə bağlı 5 dənə fərqli mənanı ifadə edir. Bunlar məsələn mən qeyd eləmişəm. Birincisi o bildiyimiz redemption sözü tərcümədə bir kəfalət, yəni necə deyək, bağışlanmaq üçün verilən pul mənasındadır. Bu redin üstündə olan bu birincisidir. Düzdür. İkincisi, burada redemption sözü həm də hərfi tərcümədə xaç suyuna salınma mənasıdır, yəni müqəddəs bir təmizlənmə mənasındadır. O filmdə Endinin o şeydən çıxıb yağışın altında qalması da xaç suyuna salınmağı təmsil edir dini mətnlərdə. Ki, o artıq təmizlənir, bədəni daxil, onda üstündə heç nə olmur və təmizlənir. Üçüncüsü, redemption sözü hərfi tərcümədə kimliyini geri qazanma deməkdir. Endi ora fərqli bir insan olaraq girir, fərqli bir insan şəxsiyyəti ilə çıxır, yeni bir şəxsiyyətlə və milyoner olaraq çıxır. 4. Həm də redemption başqası üçün fədakarlıq deməkdir, başqaları üçün edilən fədakarlıq. Bunu biz kinoda 2 yerdə görürük. Bir o pivə içmə səhnəsində yuxarıda, bir də o özünün elə bir kitabxanada muzika qoyur, sonra özü ondan cəza alır. Bir orada da görünür. Bir də mənim ən sevdiyim məna. Bu çox qəşəng bir şeydir. Redemption sözü, deməli, mən biraz işimlə də bağlı bunu bilirəm. Qiymətli kağızlarda bu istiqrazlar var da, bunlar borc sənədləridir. Bu borc sənədləri, deməli, belə olur ki, məsələn, bunu ya dövlət, ya şirkətlər istehsal edir. Sən onları ondan alırsan, məsələn də, pula ehtiyacı olduğu zaman dövlətin. Və sənə, məsələn, 2 il ərzində onu dövlətə yenidən satırsan və faizini alırsan üstündə. Deməli, redemption ingilis dilində, xüsusən Amerikan, məsələn, maliyyə sistemində uzun müddətli 20 illik istiqraz sənədlərini elə bir geri ödəməsi zamanı alınan elə puldur. Müddətə bax bir dənə. Maraqlıdır. Nə qədərdir? 20 il. Bu da 20 ildən sonra. Endi də 20 ildən sonra çıxır. Çox maraqlıdır. Hə, və özü də maliyyəçidir. Adla bağlı deyil, indi mən adla bağlı başqa bir şey deyim. Ad bilirsən də qlobalda tamamilə fərqli tərcümə olundu və filmin sonunda spoiler verir. Rusca birinci bu səhv eləyiblər. Побег из Shawshank, Shawshankdan qaçış. Ona baxıb bizimkilərdə Shawshankdan qaçış deyə tərcümə edib veriblər. Halbuki Shawshankdan qaçış filmin twistidir və adla filmin sonuna spoiler verir. Mənim ən çox güldüyüm şeydir. Çünki adamların orada demək istədiyi şey bu adamın sonunda türmədən qaçması deyil. Heç vurğu eləmək istədikləri şey də deyil. Heç filmdən qaçmaq məsələsi süjetin ana mövzusudur. Çünki şeyə baxanda, hekayəyə baxanda görsən ki, Andy Dufresne qaçmağa girdiyi gündən qərar verməyib. Hətta illərlə, səhv eləmirəmsə,
10-15 il qədər qaçmağı ağlından belə keçirtmədən türmə həyatı yaşayırdı. Həyat yoldaşını öldürüb öldürmədiyi özü belə bilmirdi. İşçili olduğuna görə. Zaten ona görə bu qədər çox həbs cəzası verildi. Sonra türməyə başqa bir adam gəlir və bu adamın danışdığı hekayədən bunlar başa düşürlər ki, Öldürən budur. əslində öldürən Andy Dufresne özü deyil, başqa bir adamdır. Bu da deyir ki, mən ondan istifadə eləyib bu adamı məhkəməyə çıxardıb öz azadlığımı geri qaytara bilərəm. Amma nə baş verir? Bu o müddət ərzində türmənin direktorun, oradakı bəzi axranniklərin, hamısının qara-qura işlərinə köməklik eləyir deyə. Rəhbərlik bunu azad olmasını istəmir. Çünki burada iki problem var. Bir, azad olsa bunların işin görəsi adam yoxdur. İki, bu azad olsa gəlib hər şeyi danışa bilər və bunlar zibilə düşə bilərlər deyə. Andy Dufresne orada qalmağı artıq bir şərtə çevirir bunlar üçün. Ona görə həmin o gələn adamı, hansı ki sən cinayətkar deyilsən deyən adamı öldürürlər qəsdən. Bu da bütün bu prosesi gözü ilə görür. Bilir ki, o adamı da qəsdən öldürüblər, bunu da buraxmaq istəmirlər. Qaçmağa ondan sonra qərar verir. Bu da hardasa gəlir bunun 10-cu, 15-ci ilinə gəlir təsadüf eləyir də. Yəni ki, qaçmaq əslində filmin qətiyyən ana mövzusu olmamalıdır və izləyən adam da onun qaçdığını görəndə şoka düşməlidir. Yəni qaçdığı günə qədər heç qaçması barədə bizə heç nə və deyilmir. Və əksinə mən düşünürəm ki, Andy baxsaq kinoda türməni əslində özü üçün yaşanıla bilən bir hala gətirir. Və bu özü də əslində qaçmayacağını, yəni qaçacaqsa sən niyə buranı bu belə yaxşı hala gətirsən? Redemptionlardan biri də odur. Çünki orada bunların bir çıxmaq barədə ümidli olub-olmamaq üzərindən bir söhbətlər gedir Redlə. Komissiya gəlir, həmişə ondan soruşur ki, səncə sən artıq cəmiyyətə buraxılmaq üçün hazırsan, yoxsa yox deyir. Nə vaxt hazıram desə rədd basırlar. Olmaz basırlar, çıxmağa qoymurlar. Ümidlənmək məsələsi ilə bağlıdır. Bu prosesdən sonra Red ona bir şey deyir. Yəni burada deyir, ən olmaması gərəkən şey ümiddir. Çünki sən çıxmayacağı bilə-bilə ümid bəsləyirsənsə, bu səni məhv eləyir. Andy Dufresne tam əksini düşünür. Daha doğrusu düşünməyə başlayır. Deyir ki, tamam, yəni sən deyirsən ki, ümidsiz olaq, amma ümidsiz olanda da daha da pis olmağa başlayır. Yəni bu səfər də sən buranın içərisində yaşamağı qəbullanmış olursan. Bu da bunu istəmir. Bu deyir ki, ümidi heç vaxt itirməmək lazımdır. Üzərindən gedir. Ona görə bu deyir ki, onsuz da mən buradayamsa, yəni ümidimi çölə dair itirmir. Amma bu azadlıq həyatına dair bir şey deyil. İçəridə ola-ola azadlığı yaşamaq məsələsidir. Ona görə oranı özünün və dostlarının, ətrafındakının yaşaya biləcəyi bir vəziyyətə gətirib çıxardır deyə. O çardaqdakı pivə səhnəsi də bunun bir misalıdır. Kitabxana da misaldır. Otaqda o mahnı qoyub şey eləmək məsələsi də buna bir misaldır. Amma sən deyirsən ki, bu orada kino buna ümumiyyətlə ehtimal verməməyimiz istəyir, amma orada foreshadowing eləyir. Məsələn, kitabxanaya gələn kitablardan biri şey olur. Graf Monte Cristo olur. Klişələşmiş demək biraz düzgün çıxmır, çünki həqiqətən çox yaxşı oturur. Yaxşıdır, amma çox klişedir. Amma məsələn, hər yerdə istifadə olunur. Amma bunu da ilk edən 99 Əzəldə belə istifadə olunur. Hə də, amma məsələn bunu ilk istifadə edənlərdən biri Shawshank Redemption-da. Yəni orada məsələn bir simvol verir ki, bu adam deməli həbsdən fərqli bir insan olaraq necəsə çıxacaq. Graf Monte Cristo biraz ona işarə verir. Bəli, düzdür. Hə, o sən desən ki, detallı ona görə qoyub ki, izləyən adam başa düşsün. Ola bilər. Düzdür. Kitablara mən baxmamışam, diqqətlə baxmamışam. İnstitusionalizasiya deyilən bir proses var. Bu proses cəmiyyətdən tərcid olunmuş insanların tərcid olunduqları müəssisəyə adaptasiyasıdır. Amma bu tam olaraq adaptasiya məsələsi deyil. Niyə görə deyil? Çünki səni ora adaptasiya eləyirlər, amma sən içində cəmiyyətdə hələ də yaşaya bilərəm, cəmiyyət içərisində hələ də sağ qala bilərəm, ayaqda dura bilərəm, onların bir fərdi ola bilərəm düşüncəsinə qapılırsan deyə bura tam olaraq adaptasiya ola bilmirsən. Bunlar da nə edir? Səni o düşüncələrdən xilas eləyirlər. Yəni sənə izah eləməyə çalışır ki, bu uzun illər alır, 10 illər, 20 illər alır. Sənə izah eləməyə çalışır ki, sən cəmiyyətin bir parçası deyilsən. Cəmiyyətin bir parçası ola da bilməzsən. Sən bundan sonraki bütün həyatın artıq buradan ibarətdir və sən çöldə çıxıb normal bir insan kimi yaşaya bilməyəsən, çünki o həyat sənin həyatın deyil. Bunu müxtəlif yollarla eləyirlər. Məsəl üçün, hər şeydə icazə aldırtdırırlar. Məsəl üçün, ayaq yoluna geyəndə icazə alıb getməlisən, yemək yeyəndə icazə alıb yeməlisən. Hər şeydə bir qayda qanun var. Çimməyin öz saatı var, yemək yeməyin öz saatı var. Hər şey planlıdır, rutindir. Həyətdə çıxıb nə qədər dayanasın, nə qədər havalandırmada gəzəsən. Bunların hamısı planlı şəkildə olduqda, hətta işləməyin falan belə. Və bu uzun illər belə davam eləyəndə
sən artıq ruslarda söz var, ispravitelная türmə, bir də nakazatelная türmə. Yəni ki, islah etmə məntəqəsi, bir də cəza məntəqəsi var da. Bunlarınki nə islah etmə deyil, nə cəza məntəqəsi deyil. Yəni səni nə islah eləmirlər, nə də cəzalandırmırlar. Səni sadəcə elə eləyirlər ki, sən artıq türmə insanı olasan. Filmin özündə də belə bir söz keçir. Onu da Red özü deyir. Tim Robinsonun söhbətində deyir ki, "Мы tюремные люди" deyir. Yəni biz türmə insanıyıq, həbsxana insanıyıq deyir. Həbsxana insanı tam olaraq institusionalizasiyaya məruz qalmış insanlardır. Redin hər səfərində mən cəmiyyət içərisində yaşaya bilərəm deyəndə ona atqaz verməklərin tək səbəbi bu adam hələ də özünün cəmiyyət içərisində yaşaya biləcəyini düşünür deyə institusionallaşmamış insandır. Ona görə rədd basırlar. Nə vaxt icazə verirlər? Tam olaraq institusionallaşmış olduğunu biləndə. Qurum öz məqsədinə gəlib çatır. Mexaniki Portağal oxumusan, onu filmi də var. Oradakı Alexin elə bu başına gələnə biraz oxşuyur da. Bəli. Müəyyən mənada. Amma Alex şeydir də, orada Alexi məcbur eləyirlər yaxşı insan olmağa, amma olmur yenə də. Axırda yenə də yaxşı insan olmur. Yaxşı insanmış kimi davranmağa çalışır. O da onsuz da filmin sonlarına yaxın təzədən ortaya çıxır. Yəni Alexdə tam olaraq işləmir o proses. Bizdə amma mən biraz indi şimdilə də əlaqədar bu islah məsələsini, ümumiyyətlə cəzada necə qiymətləndirilir məsələsi var da. Bu filmin özündə şey məsələsi var. O həbsxanada səhv etmirəmsə, işçilərin müəyyən əməyinin elə bir fərqli şirkətlərə satılması məsələsi var ki, türmənin o direktoru da o işlə məşğuldur ki, fərqli şirkətlərə bunu hayır edir. Bu ümumiyyətlə bizdə hal-hazırda bizdə yoxdur, ümumiyyətlə dünyada müzakirə olunan mövzudur ki, bu nə qədər uğurlu bir modeldir. Müzakirələrə səbəb olur. Bununla bağlı hətta deyəsən bənzər bir serial da var. Mayor of the Kingstown, bəlkə baxmısan. Jeremy Renner'ın serialıdır. Pis serial deyil. Bu məsələdə də orada qiymətləndirilir ki, bəs bu şəxslərin bu formada cəzalandırılması, yəni onların işlədilməsi və əməklərinin satılması nə qədər düzgündür? Buna bağlı kritiklərin mən bir-iki dənə fikrini oxudum. Bu film üzərindən bunu deyirlər. Bəziləri deyirlər ki, lazımlıdır. Nəyə görə? Məsələn, elə silsilə cinayətkarlar hansı ki, bunların islah edilə bilməyəcəyi düşünülür, artıq yəni əmin olunur. Bu təbii ki, biraz uzun prosesdir. Deyirlər ki, bu şəxslərin onsuz da saxlanılması, məsələn, ömürlükdə, tutaq ki, ömürlük və ya o indi fərqli ölkələrdə bu bir neçə yüz illər və sair cəzaların toplanması vasitəsilə olur. Dövlət üçün yaxşı bir şey deyil də. Niyə? Çünki bu insanı 100 il dövlət baxır sadəcə olaraq içəridə saxlayaraq. Deyirlər heç olmasa bunun qarşılığını versin. Məsələn, bunu müdafiə edənlər bunlardır. İnsanlar bunu müdafiə edirlər. İş olaraq işləsin ki, ən azından bir qarşılığını versin. Onsuz da iş düşür dediyimiz qavram da oradan gəlir də. Onu bilmirdim məsələn. Ki bu əslində biraz kapitalizmin də dayatmasıdır. Yəni şirkətlər deyiblər ki, ucuz işçi qüvvəsi bundan istifadə edək. Digər tərəfdən amma insanların digər hissəsi deyir ki, bu artıq məcburi əməkdir. Yəni nə mənada sui-istifadəyə yol açır. Normalda yaxşı bir modeldir. Sadəcə məsələn burada həbsxana müdiri artıq öz cibini doldurmağa başlayır. Bununla və artıq məcburi əməyə çevrilir. Və deyirlər ki, yəni həbsxana vəzifəsi birinci insanı islah etməkdir. Siz orada onu işçi kimi saxlayırsınızsa, nə mənası var da? O adamın özünü yəni qeyri-insani bir rəftara məruz qoyursunuz. Bir dəfə insanı öldürüb deyə siz onu 100 il işlədirsiniz ömrünün sonuna qədər. Və onun onsuz da islah olunma prosesini bu saxlayır. Brooks kimi insanlar var ki, o insanlar islah olsalar belə, yaxşı insan olsalar belə, Brooks çıxıb dünyaya adaptasiya oluna bilmir. Amma Brooks bayaq dedik də, o tip insandır. Brooks artıq həmən o prosesə məruz qalmış bir insandır. Onsuz da bizə o insanın həyat yolunu göstərməklərinin səbəbi də odur. Yəni Shawshank Redemption film deyil. Personaj gözündən danışılan, birinci gözdən danışılan film deyil. Yəni biz aralarda Tim Robinson oynamadığı səhnələr də görürük, üçüncü göz olaraq. Yəni biz məsələyə yuxarıdan baxırıq. Yuxarıdan baxanda da hamının fərqli bir həyatı var, hamının fərqli bir gələcəyi var. Oradakı iki dənə orada təzad var. Brooksla Redin. Çünki həbsdən sonraki həyatlarını gördüyümüz iki nəfər onlardır. Biri nağarır, biri çıxır, adaptasiya ola bilmir, maşınları görür, yol keçmə səhnəsi falan var, avtobusda getmə səhnəsi var. Məsələn görür ki, yox bu dünya bunun dünyası deyil. İşləmək məsələsinə adaptasiya ola bilmir. Axırda özünü asılı öldürür. Orada yazır ki, Brooks buradaydı. Təsadüfən Redin də ora getməyi falan peşmişəm. Bu əslində kino dünyasında təsadüf sayıla bilər, amma bu yaradıcı proses olaraq yanaşmaq lazımdır. Qəsdən onu da həmən otağa qoymaqlarının səbəbi nədir? Bəlkə də normalda o otaqda olmayır adam. Məsələ odur ki, həbsxananın içərisində eyni proseslərdən keçmədiklərinə görə bax, birinin həyatına Andy'nin toxunuşu var, o birinin həyatına Andy'nin toxunuşu yoxdur. Andy'nin filmdəki rolu da onsuz da odur. Redin həyatına toxunması və onun beyninə bu fikirlər salmasının sayəsində Brooksla
Demək olar ki, eyni həyatı yaşamış bir adam çıxıb axırda Brooks kimi özünü öldürmək əvəzinə həyatda yaşamağa bir ümid qazanmış olur. Yəni filmin çatdırmaq istədiyi şey budur onsuz. Və bu da allegoriyadır. Bəli. Nə allegoriyası deyim? Yenə dini mətnə qayıdacağam. Bu Musa allegoriyası. Deməli filmin əvvəlində türmənin müdiri gəlir deyir ki, xilas olma Bibliyanın içindədir, İncilin içindədir. Bəli. Filmin sonunda da ona məsələn foreshadowing var da, şeyin içindən çıxır. O hansı səhifədə olduğunu bilirsən orada? Yox. Bibliyanın içində Exodus səhifəsindədir. Exodus pasajı gedir və Exodus pasajı Musanın Fironun zülmündən insanları xilas etməsidir. Burada Musa Endidir. Firon da türmənin direktorudur. Və başqa da bir göndərmə var. Plus burada Endinin möcüzələri var. Elə bir hər bir peyğəmbərin möcüzələri olduğu kimi Endinin də möcüzələri var filmdə allegorik olaraq. Məsələn, türmədə pivə içmək əslində möcüzə bir şeydir. Bəli. Hə. Mümkünsüz Muska möcüzə bir şeydir. Kitabxananın böyüməsi yaxşı bir şey olması möcüzə bir şeydir. Maliyyə elə bir necə deyim, sənin türmə işçilərindən kimdənsə belə savadlı formada maliyyədən gəlir əldə etən az ki o nazorlardan birincidə həll edir pivə məsələsində. Və Endi burada birbaşa Musa allegoriyasıdır. Yəni insanların həyatına toxunur və xilas edir onu. Yəni nəticə etibarilə sən Shawshank Redemption-ın hələ də IMDb-də birinci yerdə olması ilə razısan yoxsa yox? Razıyam. Çünki belə deyim, bu qədər çox şeyi birlikdə uğurlu edən film mənim hələlik tam qarşıma çıxıb deyə bilmərəm. Mən tam olaraq eyni fikirdə deyiləm. Məncə ondan əvvəl də, ondan sonra da qat-qat daha dərinlikli, daha anlamlı, daha qatmanlı filmlər var və olasıdır da. Amma Shawshank zaman-zaman oynayır bu arada 1-lə 2, Dark Knight-la yer dəyişə-dəyişə dururlar. Məncə IMDb kimi platformaların, ümumiyyətlə səsvermə üzərindən bir şeyin səviyyəsinin ölçüldüyü platformalarda tam mənasında şəffaflıq olduğunu düşünmürəm. Mütləq ki, orada şey də var. Birinci yerdə olduğuna görə girib ən çox səsi verən də var. Nə bilim, orada küyə düşmək deyirlər. Küyə düşüb orada yaxşı rəy bildirən, çox səs verən insanlar da var. Ona görə tam anlamı ilə IMDb-də birinci yerdə olmağa layiqdirmi, layiq deyilmi deyə bilmərəm. Çünki bizdə başqa bir səhv yönəlmə də var. IMDb-də 1-dədirsə dünyanın ən yaxşı filmidir anlamını daşıyır. Əslində elə bir şey yoxdur. Dünyanın ən yaxşı filmi deyə bir şey yoxdur. Çünki film dediyim şey individual bir şey. Ona görə IMDb üzərindən elə bir yanaşma var ki, ən çox insanın ən bəyəndiyi filmdirsə, ən yaxşı filmdir anlayışına mən biraz qarşıyam. Məncə oradakı səsvermə metodikasında mütləq ki, nəsə bir şeylər baş verir deyə, o film hələ də birinci yerdə durur. Amma film birinci yerdə olmağa layiqdir, layiq deyil məsələsinə məncə layiqdir. Və hətta belə deyim də, sinematografiya qatdığı bir çox yeniliyə görə özündən sonra çəkilən bir çox filmə də ilham mənbəyi oldu. Hələ də olmağa davam edir. Joseph Campbell'ın məsələn mənim baxdığım filmlərdən, yəni ili olaraq ən köhnələrindən birinci sıraya qoya bilərmiyəm deyirəm, amma dəqiq olaraq ən köhnələrindən biridir. Məsələn, Hero's Journey-ni biraz açsan, məncə bunun özünə çox təsiri var. Kifayət qədər, yəni İndi məsələ bilirsən nədir? Bax, Hero's Journey normalda normal bir qəhrəman yaratmaqda istifadə olunan bir şablondur. Şərti bir şablon deyil, amma işləyən bir şablondur. Məsəl üçün sən bir sujetin var. O sujetdə qəhrəmanın bir yolculuğunu göstərirsənsə, adam bir yerdən çıxır bir yerə qədər, həm mənəvi olaraq, həm proses, şəxsiyyət olaraq bir origin hekayəsi danışmağa çalışırsansa, Hero's Journey çox yaxşı işləyən bir metoddur. Joseph Campbell'ın dediyi şey nədir? Adam deyir ki, yaxşı olduğunu düşündüyün bütün hekayələrdə Hero's Journey işləyir. O özü də bir 100-dən çox bir əsəri analiz eləyərək o sistemi çıxardır da, özündən uydurmur. Və dini hekayələri də belə analiz edir. Bəli. Həm dini mifologiyaları, həm dini hekayələri, həm kitabları, hər şeyi analiz edib ortaya çıxartdığı bir şeydir. Bu nədir? Bu deyir ki, yaxşı bir hekayədə qəhrəman 12 dənə etapdan keçməlidir. Əslində bu 12 deyil, biraz daha çoxdur. 12 bunun daha belə yığcamlaşmış versiyasıdır. İndi etapların hamısını bir-bir saymayacağam, amma təxmini belə bir şeydir. Bir, normal həyatı, hal-hazırda bu adam nədir, kimdir, nə işlə məşğuldur. 2, macəraya çağırışdır. Yəni bir şey baş verir və bu adam macəraya çağırılır. 3, qəbul etməməkdir. Qəbul eləmir bunu. Qəbul eləmir ki, biz bu adamın daha sonra motivasiyasını yaxşı başa düşək deyə. 4, mentordur. Mentor biri ilə tanış olur, bir adamla tanış olur və bu adam buna başa salır ki, bunu eləmək lazımdır. 5, macəraya yolculuqdur. 6, macəradır. 7, mənəvi ölümdür falan. Belə-belə gedir. 12 dənə etapdır. Ən sonuncu 12-ci etapda
təzədən dünyaya qayıdışdı, amma başqa adam olaraq. Yəni sən bu etapların hamısına uyğun bir personaj tərtib eləyəndə ən sonda bir origin hekayəsi eləmiş olursan, bir xarakter, obraz bir obrazdan çıxır, başqa bir obraza çevrilir, qayıdır və daha yaxşı bir insan olur və yaxud özünün daha yaxşı versiyası olmuş olur və bu bütün ağlı başında olan şeylərdə, filmlərdə işləyən mexanizmadır. Məsəl üçün Matrixdə Neon nə görürük biz? Birinci normal həyatını görürük, düzdür? Sonra nə olur? Morpheus tərəfindən macəraya çağırılır. Sonra nə olur? Qəbul eləmir. Ondan sonra mentorla tanış olur. Mentor nədir? Morpheusdur. Buna başa salır ki, bu dünya var, falan dünya var. Belə-belə, yəni bütün etaplarını saymayacağam. Hamısı gedir. Ən sonda nə görürük? Neonun daha yaxşı versiyasını görürük, öz dünyasına qayıtdığı formada. Hörümçək adam, nə bilim, Harry Potter, nə bilim, Üzüklərin Əfəndisi, bula. Hamısında işləyən bir mexanizmadır. Amma bu mexanizmanı, məsəl üçün Shawshank Redemption kimi kitab əsərlərində ya da nə bilim, normal, real həyatda baş verən hadisələrin içərisində tapmaq çox qəliz məsələdir. Çünki tapa bilmirsən. Niyə? Səpələnmiş olur. Hamısı şəffaf deyil etaplar. O baxımdan deyirəm ki, Shawshank Redemption bunu çox yaxşı işlədir. Biz o etapların hamısını filmdə sən sırayla göstərmir. Zaman-zaman süjetdə yerlərini dəyişdirir, göstərir. Bu flashback kimi görürsən, nə bilim foreshadowing kimi görürsən, amma ən sonda bütün mənzərəyə baxanda nə görürsən? Andy Dufresne həyat yoldaşının ona xəyanət elədiyini düşünən və içki içən, öldürüb öldürmədiyini bilən gücsüz, zəif bir insandır. Düşür içəri, bunun macəraya çağırış prosesi biraz fərqli olur. Mentorunu tapır, ready, oradan başqa bir şey, buradan başqa bir şey. Ən sonuna qədər təzədən öz dünyasına qayıdır. Yeni dünyaya, daha doğrusu öz dünyasına qayıdır, amma yeni insan olaraq. O baxımdan deyirəm ki, yəni Hero's Journey-in məncə ən yaxşı istifadə olunduğu filmlərdən biridir. Baxsaq, onda kino əslində Red haqqındadır. Bəli. Redin səyahətidir. Bəli. Onda mentoru Andy gəldi, o axırda qayıtdı. Bəli, tamamilə doğrudur. Versiyalardan biri də odur. Onsuz da bəli, Red Onda əsas qəhrəmanı Red olmuş olur. Baxış bucağına görə dəyişir, bəli. Sən hekayə çox qatma ona hekayə olduğuna görə. Hansı bucaqdan hekayəyə yanaşsan baş qəhrəman dəyişir. Bəli, sən istəsən Endini baş qəhrəman olaraq qoyub izləyə bilirsən. İstəsən Redi baş qəhrəman olaraq qoyub izləyə bilirsən. Ona görə onsuz da dəyərli bir işdir də. Yəni hər deyən rastıva çıxmayan bir hekayə danışma metodudur. Bir də zəif bir detal, amma maraqlı detallı şey var orada. Endinin qoyduğu mahnı məsələsi var. O bir sənədir. Bilmirəm, heç o diqqət eləmədim. Mozart'ın Figaro'nun toyundandır bir hissədir və şey haqqındadır. Burada qeyd götürmüşəm. Bir şəxsin həyat yoldaşının ona bu xəyanət ya bilmirəm qisas almaq üçün plan qurması haqqındadır mahnının sözləri. Yəni çox güclü bir detal deyil, amma xoşlanılan bir detallardan biridir filmlə bağlı. Mahnı detalı mən ən son şeydə görmüşdüm. Kurtlar Vadisində Çakırın öldüyü səhnədə əməliyyatxanada mahnı qoyurlar. O əsəri Mozart axıra qədər bəstələyib qutara bilməyib və Mozartın tələbələri o əsəri axıra qədər bəstələyib. Polat işini bitirir də. Burada da Çakır işini axıra qədər bitirə bilməyib ölür deyə Polat bunun işini tamamlayır. Belə bir maraqlı şey görmüşdüm. Bir daha musiqi istifadəsinin nə qədər önəmli olduğunu. Mən ən son səndə görmüşdüm. Şambağında. Təşəkkür edirəm. Əzimizdən gələn yaxşı. Onda o gözəl şəxsiyyət demişdi mənə. O tutmuşdu. Ruslan? Bu yaxınlarda bizi bir nümayiş elətdirdik filmi, xüsusi bir özəl bir nümayiş elətdirdik bir adama, adını çəkmirəm burada. O izlədi, başa düşdü, dedi qəşəngdir, amma kaş subtitrlarda yazardınız mahnı sözləri. Elə onda da axı maraq qalmayasıydı. Nəsə. Heç. Onu gördüm ki, bir 20 il sonra videoya baxanda bu xatirəm canlansın.